Salam. Bu videoda bir cəlib məsələyə toxunacağıq. Əhməd Kəsrəvi necə Böyük Britaniya ilə İrlandın Royal Əncüməninə seçildi? Fərzin Əsgəryarpatəpə 2026. Bu slaydda irayənin içində nələri danışacağımızı görürsüz. Türklərə Əhməd Kəsrəvinin əhəmiyyəti, Əhməd Kəsrəvinin kronolojisi, Royal Əncümənin əhəmiyyəti, Asiyayı Royal Əncümən, üzviyyəti, bugünkü yeri, kitabxanası, Kəsrəvinin əncüməndəki kitabları, kitablara yazılı yaddaşlar, kitablara yapışıq kağızlar. Nəticə. Əhməd Kəsrəvinin əhəmiyyəti. Əhməd Kəsrəvi hökməvarlı Seyid Əhməd ağa adı ilə tanınırmış. Solda gördüyümüz cavanlığından bir əksidir. Aşağıdakı cədvəldə Əhməd Kəsrəvinin başına gələnləri kronolojik şəkildə görürük. Cədvəlin sağ birinci sütununda o vaqiənin, o işin, tarixin, miladı yazılıb. İkinci sütunda sağdan eyni işin, eyni vaqiənin şəmsi tarixi yazılıb. Üçüncü sütunda yaşı yazılıb. Əhməd Kəsrəvinin o tarixlərdə. Və dördüncü sütunda o vaqiə ya o işin yazmışam. Mənim üçün yaş mühümdür. Çünki bəzən insanların irtibatında yaşın əhəmiyyəti çox olur. Onun üçün yaşı da burada yazmışam. Bir bunlara baxaq. 1890-da Əhməd Kəsrəvi ya da o zamanki adından Seyid Əhməd ağa hökməvarda Təbrizdə doğulubdur. 1906-da Əhməd 16 yaşında olanda Məşrutə inqilabı başlanıb. 1909-da Əhməd 19 yaşındaykən Tehran məşrutəçilər vərindən fəth olubdur. 1919-da Əhməd 29 yaşındaykən ədliyyədə işə başlayıbdır. 1923-də Əhməd 33 yaşındaykən Şuştər ədliyyəsinə gedibdir. 1925-də 35 yaşındaykən Azəri dili teorisini yazıbdır. 1940-da 50 yaşındaykən Azərbaycanın 18 illik tarixi yazıbdır, tarixin yazıb. Əslində bu bir kitab halətində çap olmayıb o zamanlar, amma əsası o kitabın o zamanlar yazılıbdır. 1946-da 56 yaşındaykən də ölübdür. Daha doğrusu öldürülüb, terror olubdur. Royal Əncümənin əhəmiyyəti. Əhməd Kəsrəviyə raci mövzulardan biridir ki, bir dövrə Royal Əncümənə üzv olubdur. Britaniyanın Royal Əncüməninə ki, elmi bir əncüməndir. Muntaha mövcud mənbələrə baxdığımızda bu mövzuya çox da işarə olunmur. Məsələn, İranikanın Əhməd Kəsrəvi mədxəlinə baxdığımızda bu mövzuya əslən işarə olunmuyor. Və alın ki, bu İranika çox lap kamil mənbədir, demək olar, İrana raci mövzulardan. İndi bir Royal Əncümənin əhəmiyyətinə bir baxaq. Əvvəli budur ki, elmi bir əncüməndir. Və demək olar ki, lap mühüm elmi müəssisədir zamanında, bütün dünyada. Məsələn, bir cür nəzərdə alaq ki, Royal Əncümənin quruluşu 1660-lardadır, miladi ilə. Newton, Darwin, bir cür insanlar qurubdular Royal Əncüməni. Hətta Newton bir zamanlar da əncümənin riyasətindəymiş. Bizim zamana yaxınlaşında 1920-lərdə zətdə, məsələn, Einstein
və Royal Əncümənin üzvüymüş. Burada Royal Əncümənin nə qədər mühüm bir yer olduğunu göstəririk. Bu Royal Əncümənin bir şöbəsi Royal Asiyai Əncüməndir. Quruluşu 1823-dür miladi ildə. Qurucusu da Henry Thomas Colebrook'dur. Bu əncümənə üzv olmağın Royal Əncümənin bir çoxuna da zahirən o cürdür. Bəlli şərtləri var. Royal Asiyai Əncümənə üzv olmağın şərtləri belədir. Asiyanın tarix, dil, fərhəng hünərinə həvəsli olması, 2 üzvün tövsiyəsi və üzviyyət haqqının ödənməsi. İndi bu gün bu Royal Asiyai Əncümən hələ də işləyir. Bu gün bu üzviyyət haqqı ildə 60 poundudur. Seyid Əhməd ağanın üzviyyətinə baxdığımızda 1926 ilə 1932 arasındadır. Royal Əncümənin bir nəşriyyəsi vardı və bu nəşriyyənin məmulən axır səhifələrində o tarixdə üzv olan şəxslərin adı və bir sətirdə ittiliatı verilər. Məsələn, bu nəşriyyənin 1929 avreldə çap olmuş şumarəsində yuxarıda gördüyünüz kimi Kəsrəvin ittiliatı verilir. Kəsrəvi Əhməd Təbrizi Ağaseyid, Member of Ministry of Justice, Tehran, Persia. Yəni Kəsrəvi Əhməd Təbrizi Ağaseyid Ədliyyə Vizarətinin üzvü, Persia. Adının qabağında yazılan tarix də 1926, hər üzvün hansı il üzviyyəti başlandığını yazar. Buradan anladığımız qədərilə 1929-da Əhməd Kəsrəvi 3 il imiş ki, Royal Asiyai Əncümənə üzv imiş. Bu Royal Asiyai Əncümən hələ də qalır, dediyim kimi. İndiki adresi nəşriyyənin üstündə yazılan adresindən fərqlidir. Nəşriyyənin üstündəki yazılan adres 74 Grosvenor Street, London, W1'dir. İndiki adres sağda gördüyünüz adresdir. 14 Stephen Way, London, NW1 2HD. Bunların kitabxanası da buradadır. 2 dənə kitabdar vardı. Biri Dr. Edward Witch, o birisi də Nancy Charlie'dir. Nancy Charlie təzəlikdə əməkliliyə ayrıldı. Amma Dr. Edward Witch hələ də orada işləyir. Gördüyünüz bu əkiz, jurnalda olan əkizin adresi də aşağıda yazılır. Back Matter, Journal of the Royal Asiatic Society of Great Britain and Ireland. Number 1929 4 JSTOR. Online versiyonu da vardı. O adresdə gördüyünüz, o adresdən eləyə bilərsiniz, baxasınız. Mən bu kitabxanaya getdim. Bu kitabxanada Kəsrəvidən 3 dənə kitab vardı. Bu əkizdə gördüyünüz 3 kitabdır. O saat da mənim saatımdır. Soldan başlasaq kitablara baxaq, belədir. Azəri, Yazabani Bastan Azərbaycan, History of the Lion and the Sun, bu da Şir Xoşidin tarixi olar. The Forgotten Rulers, adsız xaqanlar ya da unudulmuş xaqanlar. Bu 3 dənə kitab yazılıbdır. Yəni Kəsrəvidən bu 3 dənə kitab vardı kitabxanada. İndi bu kitablara bir baxaq. Tarixinə görə birinci kitab budur. Kəsrəvinin kitabları, Azəri. Azəri Azərbaycanın qədim dili. 1926-cı ildə çap olubdur. Yuxarıda gördüyümüz o yaddaş ACK
18.7.26 elə bil yazır orada. O ACK acknowledged-dir. Yəni o tarixdə bu kitab Royal Əncümənə yetişibdir. Kitabın ovan düzünə baxdığımızda bunları görürük. Şurəvi mətbəəsində çap olubdur. Tehran şəhərində. İsfənd ayının 1304-cü ilin İsfəndində. Müəllifin adı yazılıbdır. Seyid Əhməd Kəsrəvi Təbrizi. Diqqətinizi çəkmək istəyirəm ki, o zamanlar bu cür yazır adını. Yəni Seyid Əhməd Kəsrəvi Təbrizi. Aşağılarında Ovan düzünün aşağılarında gördüyümüz kimi çap şəhəri MİD adına not edilibdir. Çünki təbiətən buradakı oxuya bilmir o əlifbanı ehtimalən və şəmsi tarixlə də çap tarixi yazılıbdır. Arxa tərəfinə geçsək, tərsə üzünə geçsək kitabın, gördüyümüz kimi hansı kitabxanalarda satıldığının ittilatı verilir. Kəsrai kitabxanası Təbrizdə, Məcdülməlik dükanlarındadır zahirən. Tehran kitabxanası Laləzar xiyabanında 12 nömrədə və Şərq kitabxanası yenə də Laləzar xiyabanında. Kitabın qiymətinə baxdığımızda da 2 qram 10 şahidi. Əslində burada bir mövzu budur ki, burada yazdığı kimi rəsalə deyirlər buna. Çünki o qədər uzun bir kitab da, çox nazik bir kitab, cüzvə kimi bir şeydir. İngilisi mənbələrdə də kitab keçilmir adı məmulən, pamflet deyirlər, cüzvə yəni. Bu kitaba raci 2 dənə, daha doğrusu 3 dənə mövzu vardı. Biri budur ki, əvvələn birinci kitabdır bu. İkincisi budur ki, adın müəllif Seyid Əhməd Kəsrəvi yazıbdır. Və üçüncü məsələ də budur ki, çapxananın adı Mətbəyi Şurəvidir. Bu Mətbəyi Şurəvinin Şurəvi dövləti ilə irtibatı var ya yox, bilmirəm. Kitabı açdığımız zaman kitabın içində bir dənə kağız vardı. Bəlli olan kitabı bir nəfər bu kağızı ilsaq eləyib, yollayıbdır Royal Asiyai Əncümənə. Bu kağızda belə keçir. Yuxarıda solda Latin hərflərinə Xan Bahadur Mirzə Muhammed yazır. Telefon, office 02372, house 02227, telegraphic address Muhammed. Sağ tərəfdə, sağ üst bucaqda da Mirzə Məhəmməd Xan Bahadur yazılır. Tərəfin adıdır, teleqrafı yollayanın elə bil adıdır. Ya da kağız yollayanın adıdır daha doğrusu. Sonra telefon nömrəsini yazıbdır. Dəftər 372, ev 227, teleqrafı yollayan adres Məhəmməd adı. Bir sətir də aşağıda Bəsrə və boşluqlar var. Orada da normalda ili və ayı yazarlar. İndi ondan bir aşağı sətirdə görürük ki, zaten ayla ili yazıbdır. Ancaq qəməri halətində. Yazıb Bəsrə 25 avril 1926. Bu ehtimalən 1305-in 2-ci ayının 5-i olur. Yəni kitab 1304-ün İsfəndində çap olubdur. 1305-in 2-ci ayında bu kitab yollanıbdır ya da bu kağız yazılıbdır. Kağızda belə gəlir. Ağa, burada sizə Azəri ya Azərbaycanın qədim dili adlı rəsalənin bir kopyasını yollayıram. Bu rəsalə Seyid Əhməd Kəsrəvi Təbrizi vərindən yazılıbdır. O, indi Tehranda yaşayır.
Bu risaləni yollamaqdan hədəfim Royal Asiyayi Əncüməni məcəlləsində çap olmağa mütələvizdir. Müəllif, ki mənim yoldaşımdır, Xuzistan vilayətində bir il qabaq Ümumi Ədliyyənin rəisi idi. İndi Tehranda Ədliyyə Vizarətinin üzvüdür. Farsi, ərəbicədə axıcı bir yazardır. Bu dillərdə yayımlanan məcəllələrdə çox məqalələr yazıb. Məqalələr tarix mövzusundadır. Neçə kitab yazıb ki, hələ çap olmayıb. Bu kitabda işlədiyi mövzu əhəmiyyətli bir mövzudur. Bu mövzu ayrı müəlliflərindən bu dərinlikdə mütaliə olunmayıb, bildiyim qədərilə. Ona görə bu kitab oryantalistlərə cəzzab olmalı. Sonra aşağıda imzasını yazır. Müti xadimimiz imzası. Sonra da aşağı sətrində imzanın altında adının, ünvanını yazır demək olar. Belədir. Mirzə Məhəmməd Xan Bahadır, Hind İmperatorluğunun yoldaşı, Royal Asiyayi Əncümənin üzvü. Bu iki adının dalında olan müxəffəflər bunun bir cürə ünvanları, medalları kimi bir şeydir. CIE, Companion of Indian Empire. Indian Empire dediği zaman bu tarixlərdə mənzur Hindistanda var olan Britaniyanın imperatorluğudur. Ona Indian Empire deyilir. Companion da yoldaşıdır. İndi bu Indian Empire, bu Hind imperatorluğuna nə yoldaşlıq eləyibdi bilmirik. Amma bunu bu dərəcəni alıbdı. Sonra da MRAS vardı. Orada da Member of Royal Asiatic Society, yəni Royal Asiyayi Əncümənin üzvü. Lap aşağıda da hansı adresə gedəcək bu kağız, bu kitab onu yazıbdı. Sekreterliyə gedəcək. Royal Asiya, Böyük Britaniya ilə İrlandın Royal Asiyayi Əncüməni. Tarixə görə bundan sonraki kitab, Kəsrəvinin bundan sonraki kitabı Adsız Xaqanlardır ya da Şəhriyaranı Qomran. Adsız Xaqanlar kitabı 1928-də çap olubdur. Çap eləyən yer Modern Mətbə adında bir yerdir, Tehranda çap olubdur. Bu kitaba dair bir cəlib mövzu budur ki, müəllifin adı da Seyd Əhməd Kəsrəvi Təbrizi yazılmayıbdır. Kəsrəvi Təbrizi yazıb. Seyd Əhmədi da yazmır. Bir mövzuda, cəlib mövzuda budur ki, sağdakı səhvədə, əkizdə gördüyümüz səhvədə, yuxarıda sağda Royal Asiyayi Əncümənin armı vardı. Sola tərəf gəldiyimizdə də müəllifin adının yazıldığının altında yazıb ki, Royal Asiyayi Elmi Əncümənin üzvü. Əslində Royal Asiatic Society-də elmi kələməsi yoxdur. Amma bunu müəllif özü izafə eləyibdir bura. Qayıtsaq yenə də sağdakı səhvəyə belə bir məsələ vardı ki, bu kitab təlifin Teymurtaş adlı bir nəfərə təqdim eləyibdir. Bu Teymurtaş mühüm bir şəxsiyyətdir İranın tarixində, amma feilən bu iraədə cavabını axtardığımız suallara bir kömək eləmir. Hələlik feilən keçək yenə də soldakı səhvəyə. Orada bir də çap tarixini yazıbdır ki, 1307-dir. Yenə də bu kitaba yapışıq bir kağız vardı, eyni şəxsidən kitabı açdığımızda. İndi bu kağızı oxuyaq. Yuxarı sol tərəfdə yenə də Xan Bahadur Mirza Məhəmməd yazır. Telefon office 02372, house 02227. Telegraphic address Muhammed yazır.
Sağ tərəfdə, üst sağ tərəfdə Mirzə Məmməd Xan Bahadur, telefon nömrəsi, dəftər 372, ev 227, teleqrafın ya da yollayanın adresi Məhəmməd Bəsrə İlay. Yenə də bunun altındakı sətrdə miladi tarixinə yazır ki, hansı tarixdə yollanıbdır. Bəsrədən desambrın 16-sında 1928-də. Bu təqribən 1307-nin 9-cu ayın 25-i olur. Sonra kimə yollandığın yazıbdır. Yəni sekreterlərə yollanıbdır. Honorary sekreter yazıbdır burada. Yəni fəxri sekreter. Böyük Britaniya ilə İrlandın Royal Asiyayi Əncüməni London. Bunun üstündə bir dənə də nömrə yazıbdır. 2152. Bilmirik o nə üçündür. Kağızın mətnində belə keçir. Əziz ağa, beləcə Şəhriyaranı Qomnam adlı kiçik bir kitabı, adsız ya unudulmuş xaqanlar, Royal Asiyayi Əncümənə bir hədiyyə olaraq yollayıram. Bu kitab mənim oxumuş dostum Tehran müqimi Aseyid Əhməd Kəsrəvi Təbrizi Asiyayi Royal Əncümənin üzvlərindən yazılıbdır. Bu kitab Persiyanın Cəstanlar, Kəngərlər, Salarlar xandanlarını ələ alır. Bu cildin Persiyanın tarixinə dəyərli olduğunu düşünürəm. Qorxuram deyən bu əsər mövzunu ələ alan başqa yazılmış işlərdən yaxçıdır. Mütməinnəm bu əsər əncümənin oxumuş üzvlərinin birinin vərindən oxunacaqdır. Çünki müəllif həmə rəqəm təşviqə ləyaqəti var. Nəhayətən, yenə də tarixlə gəldiyimizdə Kəsrəvinin 3-cü kitabı Günlə Aslanın tarixidir ya da Şir Xurşidin tarixi. Bu kitab da birinci kitab kimi nazik bir kitabdır. Çox uzun bir kitab deyil. Kitab Günlə Aslanın tarixi 1930-da çap olub miladi. Xavər mətbəəsi Tehranda. Qiyməti 30 şah yazılıbdır. Ovan düzünə baxdığımızda yuxarıda bir not vardı. O notda belə deyilir. To Sir Arnold T. Wilson, KCIE, CSI, CMG, DSO, with respectful regards from K. Muhammed. Bunun tərcüməsi belə olur. Cənab Arnold T. Wilson'a. İndi o Arnold Wilson'ın adının arxasında olan müxəffəfləri tərcümə eləyəcəyəm və bir-bir deyəcəm nə mənaya gəlir. KCI, Knight Companion of Indian Empire, Hind İmperatorluğu qəhrəman kumandanı. CSI, Companion of the Star of India, Hind ulduzunun yoldaşı. CMG, Companion of St. Michel and St. George, St. Michel ilə St. George'un yoldaşı. DSO, Distinguished Service Order, Mumtaz xidmət nişanı. Sonra da ehtiramla Xan Məhəmməd. Bəllidir ki, bu da elə eyni adamdır. Qabaqçı kitabları yollayan və o kitablara bir kağız ilsaq eləyən şəxsidir. Ancaq bu səfər kitabı Arnold Wilson'a yollayıbdır. İndi burayacan bilmişik ki, Kəsrəvinin Royal Asiyayi Əncümənə üzviyyəti üçün 2 nəfər gərək onu tövsiyə eləyəydi ki, özləri qabaqcadan üzvüdülər. Bunu bilmişik ki, bu Məhəmməd Xan Bahadur özü üzvüdür o zamanlar və ehtimalən biri budur. Burada istəyirik bunu baxaq görək, bu ikinci nəfər də Wilson ola bilər ya yox.
Arnold Talbot Wilson. Bu kimdir? Arnold Talbot Wilson çox cəlib bir şəxsiyyətdir Britaniyanın tarixində. Mən indi bunun başından keçənləri, başına gələnləri bir-bir deyəcəyəm. Miladi ilinə neçə yaşında olduğunu və başına nə gəldiyini deyəcəyim. 1884-də doğulur Arnold. Birləşmiş Krallıqda doğulur. 1903-də 19 yaşındaykən Hindistanın British ordusunda işə başlayır. 1904-də Bengal neyzəçiləri qruhuna təyin olur. Bu qrupla Britaniyanın konsolosluğunu, Darcy neft şirkətini qorumaq üçün Əhvaza gedir. 1907-də Hindistanın siyasi idarəsinə müntəqil olur. 1908-də 24 yaşındaykən Məscid Süleymanda neftin tapılmasına nəzarət eləyir. 1921-də 37 yaşındaykən Hindistan ərtəşindən ayrılır. Bu tarixdən sonra dəqiq bilmirik hansı tarixdə, amma 1921-dən sonra Anglo-Persiya neft şirkətində Orta Doğu operasyon müdürü olaraq işə başlayır. Anglo-Persiya neft şirkəti hansı şirkətdir? Yəni indi Xuzistan deyilən məntəqədə birinci dəfə nefti kəşf edən şirkətdir. Daha sonra bu şirkət Anglo-Persiya neft şirkəti British Petroleum'a təbdil oldu. İndi də bəzi məmləkətlərdə, bir çox məmləkətlərdə bu şirkət işləyir. Hətta benzin istasyonları vardı, BP. O British Petroleum'dur. Arnold bu şirkətdə Orta Doğu, bütün bizim Xavərmiyanənin dəki operasyonlarının müdürü olur bu şirkətin. 1921-dən sonra. Arnold əlaqəsi var imiş bu məntəqənin tarixinə, kültürünə filan. 1928-də 45 yaşındaykən bir dənə kitab yazır. Fars xəlici. Yəni Persian Gulf. Kitabın adı budur. 1932-də 48 yaşındaykən Anglo-Persiya neft şirkətindən ayrılır. Hədəf nədir? 1933-də 49 yaşındaykən Mühafizəkar Hizbidən parlamentə seçilir. Hiçin məntəqəsindən. Yəni nümayəndə olur burada. Onun üçün neft şirkətindən ayrılır və gəlir buraya. Buna racə cəlib bu şəxsə racə cəlib məsələlərdən biri budur ki, 1940-da 2-ci Dünya Savaşında 56 yaşındaymış bu. Fransada savaşda ölür. Bu pilotdur. Və savaş başlayandan sonra parlamentda üzv olmasına rəğmən gedir cəbhəyə. Orada da gedir Fransada savaşa, Almanlara qarşı. Orada süqut eləyir uçağa və orada ölür. Öləndən sonra bir kitab çap olur bunun xatirələrindən 1941-də. Güneybatı Persiya. Bir cavan siyasi əfsərin kağızla xatirələri. 1907 ilə 1914 arasındakı Güneybatı Persiyada, Güneybatı Persiyada olduğu zamanların, yəni bizim bu Əhvaz filan o məntəqələrdə, Xuzistan məntəqəsində olduğu zamanlar 7 ilə 14, 1907 ilə 14. O zamandan xatirələridir. İndi bu Arnold'un da adını axtarmaya çalışdım Asiyatik Əncümənin arşivlərində və belə görsənir ki, yenə də Royal Asiya Əncümənin nəşriyyəsində bu nəşriyyə 1938-də çap olandı.
Arnold Wilson'ın adı keçir. Orada əkizdə bir qırmızı mürəbbəyə almışam. Qırmızı mürəbbədə görünür ki, 1923-dən bəridir Wilson üzvüdür. Adının arxasındakı ünvanlar o yaddaşda olan ünvanlarla eynidir. Üstünə bir dənə də MP izafə olubdur. Member of Parliament. Bu jurnal çap olduğu zamanlar Arnold'un parlament üzvü, nümayəndə olduğu zamanlardır. Onun üçün MP də var. Qayıdaq Mirzə Məmməd xan Bahadura. Mirzə Məmməd xan Bahadurun da adı burada gördüyümüz kimi 1923-dən bəri üzviyyəti burada qeyd olubdur. Yenə də gördüyümüz kimi adının axırında CIE, Hind İmparatorluğunun yoldaşı adresi, Hind İmparatorluğu ünvanı vardı. Adresində də Şeyx Bazarı, Əşər, Bəsrə, İraq yazır. Demək ki, bunun o kağızlarda adresinin Bəsrə olması elə burada da görsənir. Bunun da bu nəşriyyənin də ittilatını aşağıda yazmışam. Oradan kontrol eləyə bilərsiniz. Və nəhayətən gələk Kəsrəviyə. Kəsrəvinin də yenə də adı dediyimiz kimi 1926-dan etibarən bu nəşriyyənin əzasının içindədir. Kəsrəvinin də Xan Bahadurun da üzviyyətləri 1932-də qurtarır. Da 1932-dən sonraki nəşriyyənin şumarələrində onların adı keçmir. 1932 hansı il idi? Wilson'ın Anglo-Persian neft şirkətindən ayrıldığı Britaniyaya nümayəndə olmaq üçün qayıtdığı ildir. Demək ki, mənim nəticəm belədir. Kəsrəvini Arnold Wilson'la Mirzə Məhəmməd xan Bahadur Royal əncümənə tövsiyə edibdi. Ehtimalən Kəsrəvi Əhvaz Şuştər ətrafında olduğu zamanlar Mirzə Məhəmməd xan Bahadurla tanış olubdu. Çünki çox da belə fasiləsi yoxdur buranın Bəsrə ilə. Hələ o zamanlar ehtimalən Bəsrə o məntəqənin iqtisadi cəhətdən mühüm bir yeridir. Namənin ləhnindən elə nəzərə gəlir ki, Kəsrəvi Wilson'ı tanımır. Əslində Wilson da Xan Bahadurun tövsiyəsinin üstündə onu əncümənə üzv olmasını tövsiyə eləyir. Kəsrəvinin də Mirzə Məhəmməd xan Bahadurun da üzviyyəti Wilson'un Anglo-Persiya neft şirkətindən ayrılması ilə bitibdir. Son olaraq istədim ki, təşəkkür eləyəm bir neçə nəfərdən. Biri Dr. Edward Wich'dir, Royal Asiyaya əncüməndən. Çox kömək oldu. E-mailinə, oraya getdiyim zamanlar kitabları tapmağımda çox kömək oldu. Nancy Charlie'dən, yenə də Royal Asiyaya əncüməndən. Orada da məxsusən o yaddaşdı, kitabın üstündə olan yaddaşdı oxumaqda kömək oldu. Və Ay Mənzurudan da Az Lövhələr kitabının müəllifindən təşəkkür edirəm. Çünki bu cəzzab sualı mətrəh elədi və mən də bunun dalına düşdüm. İrtibat qurmaq üçün mənimlə ya da nəzərinizi deməyiniz üçün aşağıdakı e-mail adresindən mənimlə irtibat qura bilərsiniz. Çox sağ olun.